qabıqlarını yerə tökür. Yox, hep cibimə yığıram. Bu patron o qədər dadlıdır ki, qabıqları da yeməlidir. Sonra yiyəcəm. İstəyirsən? Otelə gəldik, evdə olmayan yeməklərdən yiyib. Da yumurta zad yox, yaxşı yeməklər. Evdə nə var ki, 4 dənə yumurtadır, 3 aydır qaynamağa qoymursan ki, birdən qonaq gələr. Sən nə əcəb mənə bura istirahətə gətirmisən? Sən taksiyə pul verməyəsən deyə dirənib şoferi qohum çıxardan adamsan. Yaxşı da, yaxşı da. Nə yaxşı, nə yaxşı. Eşidirsən? Qoy mən sənə deyim. Deməli bu Sabir müəllim yoxdur. Hə. Onun qaynatası ölür baxın. Sabir müəllim də qaynatasının şortuna kişi olan adamdır. Onu çox istəyir. Bu da qəbir daşının üstünə, baş daşının üstünə mənə şeir sifariş verir. Mənə otel tutdu ki, yaxşı açıq beyində şeiri yazım da, 200 manatda pul verəcək axırda. Hə, rəhmətli yəqin yaxşı kişi olub da. Çalış o üçün mənalı şeir yaz. Az nə mənalı şeir? Mənalı şeir yazanların marketə borcu var. Ha, daha özün bilərsən. Mənə bax, biz nə vaxta kimi burada qalacağıq? 2 gün. Bir dənə təsəvvür elə, 2 gün evdə yoxuq. İşıq yanmayacaq, qazı işlətməyəcək, suyu da açmayacaq. Gör nə qədər qabağıq. Gör nə qədər qabağıq. Necəsən şair? Salam, salam. Şeirdən nə xəbər var? Rəhmətliyin başdaşı hazırdır. Bircə qalıb şeir, onu da vurasıyıq, vəssalam. Belə şeir paşda hazırdır. Bu xırda xuruş kosmetik işləri qalır. Hazır olsun təhvil verəcəm, narahat olma. Yaxşı, de görüm, nə şeirdir? Yox, o şeiri sənə hələ deməyim. Desəm, sonra gedəcəksən qəbr üstündə, ağlanmayacaqsan. Qohum məqrəbə deyəcək ki, bu deməli qaynatasını istəmirmiş. Tələsmə, tələsmə. Yaxşı fikirləşmirsən, ha, şair? Deyirəm, yəqin təhsilli şeirdir, hə? Təhsilli də sözdür. Elə cümlələr, elə sözlər yazmışam ki, adamın promo iliyinə işləyir. Nə sözdür elə? Söz belədir. Ay bina! Saxla, eşidən olar. Hara gelib çıxdın, Yox, binakam da. Yəni kişi nakam gedməyib də bu dünyada. Sənin kimi kürəkəni var axı. Sən sənə şair. Nə qədər verəsiydin mən sənə? 200 manat. 200 manat. Qoy olsun 200 manat. Razılaşdıq? Razılaşdıq. Eşidirsən? Özə bir dənə də ona bir ərəb sözü əlavə eləyəcəyəm. Qoy solidin olsun da, belə bahalı olsun. Sifariş vermişəm Dubayda, gömrükdədir, gəlib. Dubaydan gəlir. Nə sözdür? Deyirəm, soram heç kəs başa düşməz, hə? Narahat olmayı, baş daşının dalına ulduz qoyub mənasını yazacağam. Kitablardakı kimi. Yaxşı şair. Mən gedirəm. Amma şeir bu günə hazır olsun. Yaxşı? Yaxşı. Yaxşı. Narahat. Sağ ol. Sağ olun. Deyirəm bunun giyiminə, keçiminə baxayım. Əcəb adamdır. Gəl çaydan söyləyirdən. Gəl. Yaxşı yeməklər sifariş elə. Bildirin, yumurta yox. Gəldi. Vur yaddaşa. Sən böyük müdürsən, təxminən belə. Bunu bütün aləm bilməlidir, qardaş. Bütün işçilərin pulun kəsmisən. Yaxşı ki, ölmüsən. Ölməli ol. Yaxşı, saxla. Onun başdaşının üstünə yazmaq olar. Sabir müəllim bilsən nə eləyər bizi? Yox, risk yadıma düşdü ki, bu o vaxtdır. İşçiləri işlədib, pulunu kəsib. Ona görə deyirdi. Gəldi. Afisant! Şehir deyirəm, yer-yetişinə məşğul ol. İmkan vermir. Ayguda, salam meleykim. Şvaner geldi. Salam meleykim. Vay. Necəsin bacı, nə tərsin? Gəldi. Neynirsin? Salam vermə mənə. Geldim. Neynirsin? Ne güzel yerdi bura, ne geçeydi bura. Mənim sizin burada nə işiniz var? Özə giriş o tərəfdəndir. Buradan necə gəldiniz? Gör kimə deyir. Burada gaz turbası yoktu girişte. Gaz turbasını eğdim, katladım yukarı, keçtim altına. Bir de buna bak, teşekkürdü bu oğlan, teşekkür. Düz sənə buranın yaxşı qəşən təbiəti var. Əsl şey yazılasıdır. Təbiəti qəşəng deyil. Sen gel bıçağa bana esmerlik. Eləmə. Bu yaşımda. Ve bunların da yıkmışam. Buna bak. Vay. Teresi bir dağdı, biri tepede, biri dağdı. Nəyin bəcərci? Siz hardan bildiniz biz buradayıq? Telli bacı, getmişdik sizin qapınıza. Qonşu çıxıb dedi ki, evdə yoxsuz. Bura istirahətə gəlmisiniz. Biz də gəldik. Heyf ki, bizim qoyunumuz olan həyətində otlayır. Yoxsa iki kəlmə yaxşı söz deyərdi. Dedi ki, elə o boyda yol gəlmişkən, elçiliyimiz də eləyək, əl boş qayıtmayaq da. Bağlıyım. Elçilik söhbətini bağlıyım. Niyə? Dedim, axı Fərman müəllimin oğluna verəcəm qızımı. Özə biz bura iş görməyə gəlmişik, ha. Burada mən şeir yazacağam. Nə elçilik? Şu köməkləşə bir yerdə yazaq da, buna bak, ruçka tuta bilmirəm mən, buna bak. Yəni, şeir yazmaq bəyəm dəmir dümür əyməkdir. Çətin şeydir ya bu. Bayağıdan bir dənə sözün dalizdən düşmüşəm, qafiyə oturtdura bilmirəm.
Əşi 30 lira bilməzsən də. Səndə güc var 30 lirasan. Buna bax bir dənə. Yenə bu oynadı. Sözü götürüm əzim. 30 durum da ora nə istəyirsən? Gəl biz toy məsələsini həll edək. Bax mən necə ki iştanqı, qanteli manteli sevirəm. Mənim oğlum sizin qızınızı elə sevir. Toyun da bütün hazırlıqlarını görmüşük. Burada nə var? Löşün zadırıq. Löşün zadırıq bunu ye. Doğruda. Vurun bunu mən. Yox. Sıxın bunu qoltuq altı başını. Görmədi, mənə de vurun. Başına bax zərzo yemişinə oxşayır. Özlərdir bütün xərcləri sən çəkirsən. Biz heç də xərcləməyəcəyik. Yox, heç nə. Bax təsəvvür elə günən ki, toyda bu gəlini ləmpənin başına fırladırlar ha. Ləmpənin növtünü almışıq. Bu kablok giyinəndə bunun davanın arxasını əzir. Onun skoçunu almışıq. Toyda bəy gəlib medlini rəqs oynayır. Reyn, belə bir şeylər olmur toyda. Onun mahnısına kimi tapmışıq. Da nə eləməliyik bundan artıq? Xeyri yoxdur. Sən məndən məzələnirsən. Nəşin? Mən qızı verəcəm Fərmanın oğluna. Əşə hansı fərmana deyirsən? Bu taxta şalbanın işinə baxan fərman. Əşə o səndən quda olandı. Ha! Bu da olandı. Olmayacaq. Olub ki mənə. Deyirəm də mən. Arif! Kimdir? Nə oldu Şehir? Ha? Ha biz sən gözləyirik. Bir də mən də təbimi gözləyirəm də gəlsin yazım hazır eləyəcəm. Məsələnirsən məndən. Ha, mən səni bura şeir yazmağa gətirmişəm. Bu nə də ha? Yıxmısan aləmin başına. Bilirsən nə var? Mən də sənin şeirin lazım deyil. Heç sənə pul da vermirəm. Otelin pulu var ha. Bax bunu da özün verərsən. Eşitdin? Bura gəl. Bura gəl. Bura gəl. Ora get. Bura gəl. Ora get. Buna bax. Buna bax. Buna bax. Bax ona. Buna bax. Vay bax. Buna bax. Ona bax. Gördün? Sən öləsən, sənin başı salaram, qolumun altına elə sıxaram ki, təzyiqin 220-dən aşağı düşməz. Bildin? Hə. Bura gəl. Sənin şeir lazımdır. Mən deyirəm sənin şeir. Deyir ki, pul deyil ki, bu həyatın mənası. Kişilikdir, cəsarətli ürəkdir. Bu dünyaya zərrə yoxdur etibar. Bizə şirin xatirələr gərəkdir. Teşekkürdür bu oğlan, teşekkürdür bu oğlan. Kimdir bu oğlan? Teşekkürdür bu oğlan. Ay sağ ol. Maşallah. Öpürəm səni. Maşallah. Buna bax. Başımı qoy bura. Bax. Üstünə. Budur bax. Ay sağ ol. Mənə belə şeir lazımdır. Başdaşını yazdırmaq üçün. Afərin. Mən Bax qardaş. Ana bura. Hara qoydum bunu? Gəl. Halal xoşun olsun. sağ ol. Bax 2 gündə bu oteldə sənə istirahət. Çox sağ ol. Eşitdin? Çox sağ ol. Ürəyin istəyən kimi dincələrsən. Çox sağ ol. 300. Mənə bax, varsa bir 50 maddə ver. Bura komisyonla sportivini gəlib. Gömgöy, böğründə 3 dənə ağ palasa. Damdar bədəni bir sənə əla göstərir. Onun da pulunu verərəm. Sabahlarım göndərirəm. Öpürəm səni. Çox sağ ol. Sağ ol. Çox sağ ol. Arxayınam. Kişisən. Çox sağ ol. Bax, sənə də deyirəm ha. Bax şəlisən, bax şeysən, bilmirəm. Sənin dediyim o söz var ha. O da qüvvədədir. Eşitdin? Unutma. Çox sağ ol. Ha, gel gedəm buna. Müəllim. Hə. Müəllim. Mən rahat gərəf zat sifariş verə bilərəm də. Verə bilərsən. Öpürəm. Get. Gərəf verin. İtalyan papuqayına oxşayır. Buna bax. Sən hələ buna bax. Nə olur? Nə olur? Sən mənim çörəyimə bahis oldun. Yaxşı elədin. Ha? Şeirimə güldün. Otelimə, çörəyimə bahis oldun. Əlimin içindən gəlir. Sən öləsən, mən səni bu barmaqlarından boğurum. Heç zat eləyə bilməzsən. Ha! Ha bu da içirəm mənim öz sağlığıma. Çitan. Oy, necə gedir ala. Çirək. Ha, gəldin ala, hərdən istəyirəm gedəm Məlikə bacıdan sənin üçün icazə alam. Deyim ki, sənə icazə versin, mənlə 50-50 vurasan. Tək vururam məni. Mən bir dənə sənə söz deyim. Mən içkini atıram. Nəşə? Niyə? Niyə? İstəmirəm iç. Mələkəyə görə yox ha, uşaqlara görə. Doğrudan. O dəfə məndən oyuncaq istədilər, pulum olmadı almağa. Onlara görə mən içkini atıram. Ay yox, ala, mən uşaqlara görə... Uşaqlar mən özü deyil, içi. Necə ya, elə şey olur? Ala, hədən nəşə olmur, uşaqlar da şey də, yəni bu canım sənin üçün Vaqif, Tofiq, sonra Aydın, bunlar. Dəhşət səni. Nəşə? Mən neynirəm bundan sonra? Hə. İçməyini də başımı buraxıram, ustalığını da. Nəşə? Bilsən neyniyəcəm? Tomik kimi gəlib maşın alacağım, qoşulacağım Sandura şirkətinə. Həftəyə qazanc bilsən nə qədərdir? Nə qədər? 170 manat. Gedişlərdən də əlavə pul gəlir. Bütün xəyallarımı mən Sandura ilə gerçəkləşdirəcəm. Uşaqlar da məndən oyuncaq istəyəndə gedib alacağam. Pulum olacaq. Doğrudan. Bəli. Ala, uşaqlar demişkən, yığım görüm sahib gülardadır. Gedim otum xırda-xırda bıraqda, balıqla, bobla ilə.
Bobla balığı ilə bizə nə gedir? Bizə nə gedir? Sən get maşını sür, mən də görüm uşaqlar hardadır. Bir dənə də şeyi yadında saxla. Hə. Sən həmişə özünə təzə qapı açmaq istəyirsən. Hə. Amma sən ömrü boyu paxmel atacaqsan. Doğrudan deyirsən. Baxarsan. Yəni görüm uşaqlar hara getdi. Baxarsan. Hardadır? Baş sponsor Soundride. Mən bilmirəm Nasib. Ya qardaşını evdən çıxardırsan, o sağ olmamış əfri zaman bir evdə qalmayacaq. Ya da gəlsən təzə ev alırsan köçürüyor ora. Aynı sen ne danışırsan sen? Ben öz kardeşimi evden çıkarda bilmem. Ev almamızın da bir yolu vardı. Nə yolu, nə yolu? Aynı sen. Lovol traktörünü görürsen. Hə. Ay son. Bu hele benim de öyle bu kadar kazanırım. Görməyim ki olsa neler kazanırım. Başa düşmədim. Deyirsən Lobo traktor ala. Hələ pulumuz varsa ev alaq da. Aynı sen. Ağlım başka traktörlara gitmesin. Bu Lovol traktörleri var ha. Hem kıymeti münasiptir. Hem de ki kredite verirler. Deyirəm ki bunun birini alım özüm sürüyorum. Birini de alım şoföre verim. Doğrudan deyirsən. Ha. Mənə bax, 4-5 nədə ev alarıq. Ne? Ha 4-5 il nedir? Bir il evin hazırdır. Özde burada yok Bakıda. Ay da münasib. Sənə o verdiyim katetçölər var ha. Hə. Hamısı halal olsun. Sağ ol. Baş sponsor Lovol traktorları. Zabam 2. Ay, yox, ürəyim patlayaram mənim. 2. Ay bəxşəyiş, sən şairin daşını atıb riyaziyyata keçmisən? Təlli, mənə qulaq as. Deməli, mənim telefonumu, öz telefonumu, mənim üzqırxanımı götürürsən, bir də fanarımı, münəvvərgilə keçirsən, münəvvərgilə. Hə. Onların hamısını orada zaretqəyə qoyursan. Bildin? Çünki bu ay işıq bulu 2 manat gəlir. Ürəyim patlayır, rəsxodumuz çoxdur. O boyda şey zərətqan bir sən neçə saata yığır? 2 saata. 2 saat mən qonşu ilə nə söhbət eləyəcəm? Eşidirsən? Cavabı patronu apar münəvvərgilə. O patronu görən kimi başlayır ağzı qızışmağa, söhbət edir. Hə, sıtdıyın 2 saatı yola verin belə. Bəs telefonsuz nə edəcəksən? Mən etsinə. Mənim pulum az çıxanda mənim kefim asılır. Kefim asılanda da mənə təb gəlir. Təb gələndə nə olur? Şeir yazıram. Deyir, şükür ki öz ayaqlarımın üstündəyəm ay ata. Ay ata. Ay ata. Atası kitin oyan da durur, yadına düşmür. Şeirdən şeirə düşür yadına. Ay qız, get də. Nə mızıldayırsan? Gedirəm də. Xüsusi sponsor Patron Tumları.